Bir adam öz körpə uşağını maşın yolunun üzərində qoyub, ona deyir ki, sən cənnətə getdiyində anama salam söyləyərsən. Və özü geri dönüb yeni aldığı arabaya oturub oradan uzaqlaşır. Onu parkda gözləyən yeni sevgilisi ilə görüşə tələsir. Uşağın üzərinə gələn maşını anasının ruhu saxlatdırır və uşağı oradan tez götürüb təhlükədən qurtarır. Sevgilisinin görüşünə gecikən oğlan parkda sevgilisinin yanına çatdıqda sevgilisinin adı Lena olur. Lena deyinməyə başlayır ki, bəs sən hardasan, bu qədər gecikmisən, mən bütün vaxtımı burada boşuna sərf eləmişəm. Deyir ki, elə bu ərəfədə həmin uşağın anasının ruhu bu uşağı gətirib təzədən kişinin maşınının içərisinə qoyur. Kişi Lena'ya deyir ki, mən sənə sürpriz eləmək istəyirdim, ona görə məni üzürlü hesab elə gecikmişəm. Sürpriz adını eşidən Lena sevinir və maraqla gözləyir ki, görəsən buna sevgilisi nə sürpriz eləyəcək. Və oğlan maşının qapısını açır ki, sevgilisini maşına əyləşdirsin. Maşının qapısını açanda görür ki, qızı maşının içərisindədir. Tez maşına oturmaq istəyən, bu qızı körpə uşağı görəndə çaşıb qalır, qorxudan rəngi bəmbəyaz olur və maşına oturmaq istəyən sevgilisinin qarşısını kəsir, deyir, gözlə yenə, gəl burada əyləş və cibindən bir dəsmal çıxardıb Lena'nın gözlərini bağlayır. Deyir, sən burada gözlə yenə, mən sənə indi sürpriz göstərəcəm. Və tez maşına yaxınlaşıb, qızı oradan götürüb, aparıb parkda qoyur. Və qızı parkda qoyanda həmin körpə uşağın anasının ruhu həmşirəyə səslənir. Deyir ki, xahiş edir ki, onun körpə qızını qurtarsın, ona kömək eləsin. Vahimələnən həmşirə parkda baxır, görür ki, bir körpə qızcığazdır. Bu qızcığazı tanıyır, bu Rosalinadır. Həmin o Rosalinadır ki, bunun anası bir neçə gün bundan əvvəl xəstəxanada vəfat etmişdi və bu həmşirənin xəstəsi olmuşdu. Həmşirə oraya yaxınlaşanda görür ki, qızın atası ona deyir ki, mən imkan vermərəm ki, sən mənim Lena ilə evlənməyimə mane olasan. Mən Lena ilə evlənib, onun bütün varidatına, puluna sahib olacam. Və bu mənzərənin şahidi olan həmşirə bu sözləri, epizodun hamısını telefonunda videoya çəkir. Və qızı yenə uşağı atası parkda buraxıb Lena'nın yanına qayıdır. Və bu getdikdən sonra həmşirə Rosalina'ya yaxınlaşıb, onu qucağına götürüb parkda saxlayır. Bu zaman onun atası Lena'ya yaxınlaşır və onun gözlərindəki dəsmalı
açır və cibində gətirdiyi nişan üzüyünü Leniyə təqdim edir, deyir, bax, bu bizim nişan üzüyümüzdür. Mən səninlə evlənmək istəyirəm və nişan üzüyünü Lenanın barmağına taxır. Və bundan sevincək olan Lena da sevinib şadlanır. Hər ikisi sevinməyə başlayırlar. Onlar bir-birindən ayrıldıktan sonra Lena evlərinə gedəndə həmşirə Lena'nın qarşısını kəsər, ona deyər ki, o kişi sənə layiq deyil. O səni sevib evlənmir. O səninlə varidatına, puluna görə evlənir ki, sənin varidatına sahib çıxsın. Və telefonundakı videonu Lena'ya göstərər. Bu videonu görən Lena çox əsəbləşər. Deyər ki, bax, bu körpə uşaq da onun qızıdır. Onun yoldaşı bir neçə gün bundan əvvəl bizim xəstəxanada vəfat edib. Mənim xəstəm olub. O qədər egoist adamdır ki, onun yoldaşı vəfat edəndə o sevinib, deyib, gülüb danışırdı. Ona görə sənin elə bir adamla evlənməyin məsləhət deyil. Və bunların hamısını eşidən Lena gedib polis şöbəsindən polis gətirib, həmin oğlan evinə gedirlər və oğlanı tutturur. Və həmşirədən o kiçik qızı alır, deyir ki, mən onunla yaşayacağam, onun bütün təlim tərbiyəsi ilə, oxumağı ilə özüm maraqlanacağam. Beləliklə, o körpə uşağa sahib çıxır və onun təlim tərbiyəsi ilə, gələcək həyatı ilə məşğul olur. Diqqətinizə görə çox sağ olun.